Salam əziz izləyicilər, hər birinizi kanalımda salamlayıram. Pirajka hazırlamışam və hazırlama qaydasını sizlərlə bölüşmək istədim. Keçək hazırlama qaydasına. Bir qaba 1 stəkan yarım süd, 1 stəkan su. Təbii ki, bunlar isti olmalıdır. Yəni qaynar yox, ilıqdan isti. Daha sonra yarım xörək qaşığı duz, 1 xörək qaşığı şəkər tozu, 1 xörək qaşığı maya, 1 ədəd yumurta, 50 ml duru yağ. Bunları qəşəng qarışdırıram. Qarışdırdıqdan sonra üzərinə ununu əlavə eləyirəm. Bizim burada əziz xanımlar 1 kiloqram unumuz var. Hər ehtimala unu hissə-hissə əlavə elədim, xəmiri yoğurdum. Amma elə toplam 1 kiloqram unun hamısını istifadə elədim. Xəmiri yoğururam, dəyərli xanımlar. Hər dəfə mən xəmir yoğuranda hər dəfə qeyd eləyirəm, xüsusi qeyd eləyirəm ki, yəni xəmir yoğuranda mütləqdir ki, çoxlu yoğurmaq lazımdır. Daha elə biraz qarışdırdım, qoydum ora, elə olmaz. Xəmiri çoxlu yoğurmaq lazımdır ki, xəmir hamar olsun, tez acısın, yüngül olsun. Ona görə bacardıqca çox yoğurmaq lazımdır. Xəmir yoğurduqdan sonra qoyuram acısın. Çəkiliş olduğuna görə istədim ki, tez acısın. Ona görə sobanın biraz qızdırdım. Daha sonra söndürdüm sobanı və xəmiri sobada saxladım ki, tez acısın. Bu müddət ərzində də kartoflarımızı soyub qoyuram qaynamağa. Mən burada 1 kiloqram yarım kartofdan istifadə eləmişəm. Siz indi istəsəniz kartofun daha az eləyə bilərsiniz. Məsəl üçün 1 kiloqram eləyə bilərsiniz. Mən burada kartofu çox bol-bol qoymuşam, pirajkin içliyini, kartofun. Ona görə kilo yarım kartofdan istifadə eləmişəm. Qaynayandan sonra gördüyünüz kimi süzdüm. İçərisinə hardasa 80 qram kərə yağı əlavə elədim və duzunu, istiotunu. Duzun, istiotunun qədərini də demirəm əziz xanımlar. O da sizin damaq dadınıza görə qədəri dəyişə bilər. Kartofu elə əzdim ki, içində elə topaq-topağı qalmasın da, elə əzmək lazımdır. Daha hamar olsun, çox əzilsin. Xəmirimiz gəldi və kündələyirəm xəmiri. Baxın əziz xanımlar, mən burada 1 kiloqram un istifadə elədim. Dediyim kimi, kündələri də 25 ədəd mən burada pirajka çıxartdım bu xəmirdən. Yəni, kündələrin hər birinin qramı 60 qramdan oldu. Yəni xırda pirajka olmalı da, iri-iri pirajka oldu. 25 ədəd. İndi siz istəsəniz balaca, biraz xırda pirajka eləsəz, məsəl üçün bir 50 qramdan, 40 qramdan eləsəz, hardasa 30-35 ədəd sizdə pirajka alınacaq bu xəmirdən. Mən 25 ədəd pirajka çıxartdım. Kündələyəndən sonra təbii ki, yenə üzərini örtüb kündələri dinlənməsini gözlədim. Mütləqdir ki, mayalı xəmirə əl vuranda hər dəfə gözləmək lazımdır ki, təzədən xəmir özünə gəlsin. Xəmir kündəyə düşdükdən sonra bu formada yayıb əlimlə içliyini yığıram. Burada diqqət edirsinizsə, içliyini çox bol-bol qoyuram. Yenə deyirəm, siz istəsəniz, məsəl üçün kartofun qədərini azalda bilərsiniz. Eyni qayda ilə bütün pirajkilərin içini doldurub. Baxın, burada içliyi də pirajkini də elə göstərirəm ki, yəni ovucumun içində göstərirəm. Yəni ölçüsün, böyüklüyünü sizə göstərmək istəyirəm ki, çox balaca deyil pirajkilər. Eyni qayda ilə içliyi yığdım və duru yağda bişirirəm. Bir dənə onu sizlərə çatdırım ki, deməli bu pirajkilər bişəndə çox belə qəşəng xırçıltılı olur üzü. Soyuyandan da sonra, hətta bayata qalanda da çox belə ət kimi yumuşaq olmur da. Məsəl üçün 2 cür xəmir pirajki var. Çörək xəmiri kimi heç nəsiz xəmir eləyirsən, çox sıx xəmir eləyirsən, pirajki bişirirsən. Onda pirajki soyuyandan sonra biraz ət kimi belə olur. Amma bu pirajkilər o formada olmur. Qəşəng üzü xırçıltılı olur. Çox belə bayata qalanda da çox ət kimi olmur. Əziz xanımlar, gördüyünüz kimi içliyi də bol-bol yığmışam. İnşallah ki, bəyəndiniz.